Hər vaxtınız xeyir olsun dostlar. Mən bu yazıda podkast formatında sizə Agile Scrum haqqında danışmaq istəyirəm və həmin bu Agile Scrum podkastı mənim şəxsi təcrübəmə əsasən Agile real həyatda tam Agile olan proyektdə necə işləyir və biz əsas nə ilə məşğul oluruq, necə bu hansı proyektin üzərində işlər gedir və komanda kimdən ibarətdir, proyekt özü nədən ibarətdir? Müxtəlif belə məqamlara toxunaraq sizə çalışacağam öz təcrübəmi podkast üzərindən ötürüm. Və tam dəqiq bilmirəm ümumiyyətlə bütün prosesi, bütün Agile Scrum-ı bir podkasta yerləşdirə biləcəm yoxsa yox. Lakin çalışacağam bütün tam podkastı bir neçə hissəyə bölsəm belə hamısını YouTube-da ödənişsiz sizin üçün paylaşım. Əvəzində kimsə bizə sağ ol demək istəyirsə, bizim Coffee All platformasında QR kodumuz var, linkimiz var. Siz ora keçib bizə kofe alaraq dəstək olmuş ola bilərsiniz və ya sadəcə iyanə etmək istəyirsinizsə, qoşula bilərsiniz. Əlavə olaraq bizim Udemy-də Manual QA, Postman və müxtəlif kurslarımız var. Onları əldə edərək də bizə dəstək olmuş ola bilərsiniz. Hər halda sözüm hal-hazırda onda deyil, sözüm podkastdadır və bizim YouTube-da podkasta xoş gəlmisiniz. Mənim danışacağım mövzu əslində Udemy platformasında artıq məqalə kimi yazmışam və onun üzərindən gedəcəm. Müəyyən məqamları ola bilər ki, artıq deyim, müəyyən məqamları ola bilər ki, yadımdan çıxsın deməyim. Sadəcə plan olaraq Medium məqaləsindən istifadə edirəm. Gəlin birinci başlayaq görək struktur, proyektin strukturu nədən ibarətdir? Proyektimiz ümumiyyətlə SaaS proyektdir, Software as a Service. Bu o deməkdir ki, biz bir proqram təminatı yaradırıq və həmin proqram təminatını müştərilərimizə istifadəsinə ancaq satırıq. Yəni müştəri proqram təminatının özünə almır, proqram təminatının üzərində işləmək üçün müəyyən bir məbləği ya aylıq, ya illik ödəyərək əldə edir və həmin servisi istifadə edə bilir. Yəni burada aramızda IT sahəsində olanlar varsa, müxtəlif alətləri o formatda çox adam istifadə edir. Yəni bizim kanala adətən testerlər, developerlər qulaq asır. Yəni, misal üçün IDE-lər, müxtəlif proqram təminatları var ki, alətlər var ki, hansını ki biz adi özümüz ödəniş edərək müəyyən bir müddət istifadə edirik. Proyekt daha çox bizneslərə köklənir və bizneslər bunu alıb öz biznesini idarə etmək üçün istifadə edir. Əlbəttə bu nə deməkdir? Bu müştərinin məmnuniyyəti çox önəmli olduğunu göstərən bir məqamdır. Müştəri məmnuniyyəti də ona görə önəmlidir ki, əgər bizim proqram təminatımız kifayət qədər yaxşı olmasa, biznesin tələblərini yerinə yetirməyə, yəni biznesin işini idarə etməyə kifayət qədər uyğun olmasa və ya rəqabət, yəni bazarda bizdən yaxşı həmin proqram təminatını yaradıb təqdim edən komandalar olsa, əlbəttə biz bu rəqabətdə uduzacağıq və bizə nə investorlar köklənəcək, nə müştərilər artacaq. Beləliklə bizim problemlərimiz çox olacaq. Ona görə belə bir proyektdə Quality Assurance və QA komandasının rolu çox böyük olur və həqiqətən də onların üzünə çox böyük yük düşür. Uzun sözün qısası, proyekt kifayət qədər mürəkkəbdir. Strukturu müxtəlif modullardan ibarət olaraq funksionallıq təqdim edir və hər bir modula görə kiçik bir SDLC komandası yaradılıb ki, hər bir problemi tez həll etmək olsun. Problemləri fix edirik, test edirik və deploy edirik. Funksionallıqlar və prioritetlər öz yerini tapır. Ondan sonra hər modulda nələr var? Modulların sayı və həcmi fərqlidir. Ona görə də hər komandaya eyni modul sayı düşməyə bilər. Yəni ola bilər bir komandada bir neçə modula cavabdehlik yaransın, digər komandada təkcə bir modula və ola bilər ki, 3 dənə modul birlikdə başqa bir modulun çətinliyini qarşılamır. Biri daha 3 dənəsi daha asandır, nəinki bir dənəsi. Prioritet və əlbəttə ki, funksionallıqdan çox şey asılıdır. Və hər bir modul ayrı olsa da, istər-istəməz bu modullar bir-birləri ilə inteqrasiya olunub və bir-birlərindən
işləməli olur. Ona görə komandalarda istər-istəməz bir-birləri ilə ünsiyyətdə olur və şirkətin məqsədlərinə uyğun olaraq onlar birlikdə hər modulun yaxşı işləməsi üçün çalışırlar. Mən əslində istəyirəm nümunə üzərindən gedim. Sadəcə şirkətin adını və şirkətin saytını təqdim etmək istəmirəm. Ona görə yerli bazarda olan produktlardan birinə baxıb, ə, SaaS proyekti olmasa belə Coffee.al platformasından danışmaq istəyirəm. Həmin bu Coffee.al platformasını bir proyekt kimi götürsək, həmin proyektin deyək ki, blok hissəsi bir moduldur, iyanə hissəsi digər bir moduldur və başqa bir funksiyonallıqlar da indi gələcəkdə əlavə olunacaqsa, onlar da başqa bir modullar olacaq. Yəni adi iyanəni götürsək, biri var sadəcə o iyanə etmək, biri var abunəlik kimi iyanə etmək, ya live streamə qoşulmaq. Ola bilər ayrıca bir modullar kimi bölüşdürülsün. Sözümüzün canı hal-hazırda Coffee alı müzakirə etmək deyil, sadəcə modullara necə bölündüyünü təqdim etmək üçün onu kimi gətirdim. Şirkətin başında duranlar haqqında danışmaq istəyirəm. Şirkətin yaradıcıları, sahibi, yəni və idarə edənləri, investorları, bunlar hamısı kifayət qədər məsuliyyətli və diqqətli şəxslərdir. Hansı ki, proyekti sadəcə hə, bir biznes qurmuşam, gedib ayağımın üstünə oturub çayımı, kofemi içib yaşaya bilərəm kimi işləmirlər. Onlar həqiqətən də proyektin bir komanda üzvü kimi işləyirlər. Daima görüşlərdə iştirak edirlər, çalışırlar əllərindən gələni eləsinlər ki, proyekt daha da çox investor cəlb edə bilsin, daha da yaxşı funksionallıqlara nail ola bilsin və hər hansı bir problem ortaya çıxıbsa, bunu tez bir zamanda həll etməyə lazım olan resursları təmin edə bilsinlər. Əslində, yəni şirkətin menecmenti deyək, başında duranlar, CEO-su və chief pozisiyalarda olanların əsas məqsədləri aşağı pozisiyada olanları idarə etməkdir və aktiv şəkildə bunu edirlər. Yəni, buna bir söz ola bilməz. Yəni, məndə elə bir təəssürat yaranır ki, heç kəs şirkətdə işi yola verə bilmir. Çünki müdir özü işi yola vermir. Ona görə bir növ micromanagement hissi yaranmış olur. Mən başa düşə bilirəm niyədir. İş daha çox remote işdir. Ofisdə deyil hamı. Əlbəttə kimsə performansda aşağı göstərilər verə bilər və bunlar istəmirlər ki, elə bir hallar yaransın. Ona görə əvvəlcədən bunun qarşısını almağa çalışırlar. İşçilərdə bəlkə də bu fərqli bir hisslər yaradır. Bəzilərində bu güvənin itməyini göstərir. Deyir ki, hə, mənə güvənmirlər. Bəziləri misal üçün baxır ki, bu belə iş şəraiti mənə uyğun gəlmir. Amma ümumi olaraq hamı öz işini aktiv görür və mən düşünürəm ki, heç bir problem yaranmır. Heç kəs açıq-açığına etiraz eləmir. Elə bundan danışmışkən biraz işçilər və mühitdən danışmaq istəyirəm. Şirkətin başında duranlardan danışdıq. Adi sıravi işçilərdən, yəni menecerlərdən və testerlərdən, developerlərdən desəm, düşünürəm ki, şirkət əvvəl yarandığı halda daha çox səmimiyyət və dostluq bir mühiti idisə, şirkət böyüdükcə, komandanın sayı artdıqca, əlbəttə bu biraz dəyişir və daha çox keyfiyyətə və nəticələrə köklənir, nəinki səmimi hisslər və dostluq əlamətlərinə. Bəlkə də həqiqətən də bir balaca bir kiçik startap böyüyəndə getdikcə bu biznes mühitinə çevrilir və böyük bir ofis mühitinə çevrilir. Hər halda mənə elə gəlir ki, normal haldır. İşçilərin xüsusi bir iyerarxiyası var. Yəqin ki, ondan danışsaq yaxşı olar və aşağı
pillədən başlasaq, ə, demək istəmirəm ki, yəni ən aşağı səviyyədir. Sadəcə struktur formasında götürsək, SDLC prosesinin özü birinci requirementlər analiz olunur, sonra developerlər kod yazır və sonra bu test olunur və ondan sonra push və deploy olunur. Ona görə müxtəlif bir addımlar riayət olunur və ən aşağı, ən sonuncu addımlarda testerlərin rolu biraz ə, önəmli olur. Əlbəttə bu testerlərdən sonra təzədən engineerlar bunu push edirlər, deploy edirlər, yoxlayırlar ki, lazım olan buildlər hamısı push olunsun və QA komandası da bu prosesdə aktiv iştirak edir. Ona görə QA departament üçün başlayaq və QA departament üçün sadə test analist rolunda işləyənlər var, hansı ki daha çox yoxlamanı aparmaqla məşğuldur. Yəni, ingilis dilində desə execute etməkdir bunların əsas məsuliyyətlərindən biri və bir də test case'ləri yazmaqdır. Sonra təcrübəli testerlər gəlir. Onların üzərinə düşən isə güclü analiz, yəni təcrübəyə əsasən əlbəttə, müxtəlif qərarlar vermək, yönləndirmək, juniorları deyək, juniorların inkişafı üçün dəstək olmaq, onların suallarına daima cavab vermək, yönləndirmək, yoxlamaq, müəyyən bir deyək ki, hər hansı bir yeni deployment var və onları deploy etmək lazımdır. Bunu ola bilər juniorlar tam da yaxşı bilməsin. Avtomatik seniorlar bu müəyyən bir mühitə, environmentə, deyək Q1, Q2, Q3 fərqi yoxdur. Bunu hazır olan user story-ni, hazır olan kodu yükləyirlər və artıq komanda üzvləri onun üzərində işləməyə nail olur. Əlavə olaraq seniorların bir növ məsuliyyətinə e-maillara yazmaq və cavab vermək, daha yuxarı menecmentə report hazırlamaqdır. Əslində reallıqda elə alınır ki, hər bir kəsin bu bir məsuliyyətidir, amma nəsə olanda əlbəttə ki, birinci növbədə lead və seniorlardan soruşurlar. Seniordan yuxarı gəlir lead pozisiyasında olanlar. Bu iyerarxiya bölmə məsələsi də bir növ idarə etməni yüngülləşdirmək üçündür. Biri var QA departamentin böyüyü 30 nəfəri birdən idarə edir. Biri var bunun içində 3 dənə lead seçir və hər leadə verir 9 dənə adam və o 9 dənə adamı da bölürlər 2-3 qrupa, 3-3 idarə eləyirlər. Ona görə bu iyerarxiya yaranır. Normalda isə demək olar ki, hamının məsuliyyəti eyni olur. Daha yuxarı lead pozisiyasında olanlar əlbəttə reportu, yəni işin gedişatı haqqında məlumatı menecmentə ötürür. Aşağı pozisiyada olanlar, juniorlar isə öz leadlərinə ötürürlər və beləliklə hamı bir-birinə məlumat ötürür. Ona görə lead pozisiyasında olanlar məsuliyyəti daha çox olduğuna görə düşünürəm onların stresləri də çox olur və testerlərə, yəni bir növ iki tərəfə də daha çox işləyirlər də. Həm menecerlara çatdırmalılar, həm juniorların suallarına cavab verməlidirlər. Biraz işləri ağır olur. Hər nədirsə bu işləyir və davamlı şəkildə bu təcrübədə istifadə olunur. Ondan sonra lead testerlərdən yuxarı olanlar isə menecer və direktordur. Menecer də direktorla demək olar ki, eyni prosesdə iştirak edir. Direktor daha çox chief pozisiyalarda olanlarla danışır, tələb edir nəyisə qəbul edir, nəyisə report edir, deyir ki, məsəl üçün bu belədir, o elədir və planlar təqdim edir ki, biz bunu eləyəcəyik, biz onu eləyəcəyik. QA komandasının işinin və proyektin keyfiyyətinin artırılması üçün hansı işlər görülə bilər deyə ideyalarla gəlir və s. İndi o, mən özüm direktor olmamışam deyə, direktor pozisiyasında işləməmişəm deyə tam da detallarını bilmirəm, amma öz nümayişlərimdən bir növ belə bir qərara gəlmişəm. Bizim əsas məqsədimiz Agile Scrum-dır, ona görə o qədər detallara getmirik və baxırıq görək başqa nədən danışa bilərik. Düşünürəm elə komanda haqqında bunlar bəs edir. Növbəti mövzu kimi istəyirəm mən bizim work itemlərdən danışım.
Yəni QA departamentindən başqa əlbəttə orada project managerların ayrı departamenti var, developerlərin, engineerların öz departamenti var. Bütün bu SDLC proyektində işləyən adamların hamısının departamenti var. Hər əlavə olaraq HR da var. Nə bilim başqa sales komandası da var. Yəni şirkət böyük startap olmağına baxmayaraq, yəni startap kimi başlayıb inkişaf eləməyinə baxmayaraq, əlbəttə kifayət qədər çox komandalar var. Biz indi onların hamısından danışmayacağıq. Ona görə keçək artıq bizim işimizdə istifadə olunan, yəni Agile-a önəmli olan mövzuya work items. Work itemlar iş itemlarıdır. İndi tərcümə etməyi tam dəqiq bilmirəm necə edə bilərik. Hər halda adları var və deyərdim ki, ən yuxarı leveldə yerləşən SIM-dir. Siz məqaləyə keçsəz, orada bunun struktur formasında paylaşdığım bir hissə var. Orada SIM-dir, mövzu, yəni tema, mövzu. Ondan sonra onun altında Epic gəlir. Epic əslində bir neçə bir neçə feature-ın bir yerə toplanmasıdır. Bir çox yerdə Epic-in anlayışı user story-lərin, yəni bir neçə user story-nin bir yerə bir məntiq altında toplanmağıdır. Bizdə əsas epikləri feature-lara görə birləşdirirlər. 5 dənə feature var. Onun altında hamısı bir dənə epikin altında olur və feature-ların altında artıq user story-lər olur və user story-lərin altında artıq başqa bir itemlər olur. Yəni əsas yaradılan user story-lər olur və user story-dən artıq birinci növbədə əlbəttə theme olur, sonra epic olur, sonra feature olur, sonra user story və onun altında fərqli itemlar. O da situasiyadan asılı olaraq həmin itemlar dəyişir. Yəni mən həmin o sxemada, yəni məqalədə göstərdiyimdə task, bug, defect və spike-dan danışıram. Ola bilər məqalədə aşağıda daha çox mövzuya toxunmuşam, amma hər halda ilkin olaraq bunu yadda saxlaya bilərik. Theme nədir? Bunu mövzu deyəcəm Azərbaycan dilində. Mövzu nədir? Mövzu Agile Scrum-da mövzu anlayışı məhsulun və ya layihənin strateji məqsədini və ya funksional istiqamətini ifadə edən yüksək səviyyəli kateqoriyadır. Yəni təsəvvür eləyin, bir dənə ümumi bir anlayış götürürük, hansı ki onun altında yerləşən bütün funksiyonallıqları öz üzərində toplayacaq. Daha böyük bir ideyanı əhatə edir. Yəni, siz o ideyanı çox kiçik bir hissələrə bölüb fərqli feature-lar, fərqli epiklər və epiklərə görə feature-lar yarada bilərsiniz. Deyək ki, biz yuxarıda Kofi Aldan danışmışdıq. Yəni əvvəlki danışdığım mövzularda Kofi Aldan danışmışdıq və Kofi Alın platformasının blog hissəsi var. Bunu bir mövzu kimi götürsən, yəni blog bir mövzudur və həmin o mövzunun altında müxtəlif balaca epiklər yarada bilərik və epikləri də balaca hissələrə bölsək, artıq onun altında feature-lar gələcək. Amma gəlin biraz mövzu haqqında ətraflı bir ə, istifadəsi nə üçün vacibdir sualına cavab verək. Nəyə kömək edir bu mövzu? Mövzu strateji planlaşdırmanı kömək edir. Yəni məhsulun hansı sahələrə fokuslandığını göstərəcək bizə. Roadmap strukturlaşdırmasını yaradır. Yəni biz artıq təxmini bilirik ki, epikləri və storyləri qruplaşdırmağa necə yanaşacağıq. Çünki bir dənə bizdə mövzu var. Bu da məsəl üçün blog mövzusudur da. Yəni artıq blog mövzusunda olan epikləri blog mövzusunun altında yerləşdirəcək ki, bir kateqoriya kimi olsun. Strukturlaşdırmağa kömək edir. Və stakeholderlara ünsiyyət qurarkən yüksək səviyyəli məqsədləri izah etmək daha rahat olur. Çünki onlar o detallara getmədən artıq bilirlər ki, hə, ümumi olaraq bizim proyekt nədən ibarət olacaq və orada nədən danışılacaq. Bir də prioritetləşdirmə vardır. Deyək ki, biz deyirik belə bir blog hissəsini yaratmaq istəyirik. Orada insanlar məqalə yaza biləcək və s. və s. Cəmaət də deyir ki, bizdə iyanə platformasıdır. Biz bloqu neynirik? Bizə lazım deyil də o
Bu o qədər güclü prioritet deyil. Ona görə gəlin ondansa aylıq abunə haqqı üzərində işləyək və o daha önəmlidir, daha vacibdir. Ondan sonra gəlir bizim epiklər. Epiklər nədir? Epiklər feature'ın mövzunun altında yerləşən bir və ya bir neçə sprintə yayıla bilən, geniş və kompleks funksional ehtiyacı ifadə edən böyük istifadəçi hekayəsidir. Yəni bir hekayədir. Biz kateqoriyanı şey elədik, indi onun altında bir hekayə yaradıq. Götürək ki, kino industriyasından götürsək, kateqoriya bizdə janr ola bilər və onun altında bir hekayə ola bilər. Yəni janr deyək ki, qorxulu filmlərə bir janr versən, orada bir dənə qorxulu film olmur ki, çox olur da. Amma qorxulu filmin özünün də müəyyən bir hissələri olur. Deyək ki, epik yaratdı, feature olaraq biri adam kəsəndə orada, yəni nəsə qan çox olanda qorxulu olur. Biri sakitlik yaradır, birdən qışqıranda qorxulu olur və müxtəlif featurelar yaranır burada. Ona görə gəlin Epic-ə bir hekayə kimi baxırıqsa, böyük bir user story kimi baxa bilərik və adətən tam şəkildə icra olunması üçün bir neçə user story-lər və ya feature-lar lazımdır. Böyük bəzi şirkətlərdə birbaşa Epic-in altında user story-lər yaradırlar. Bəzi şirkətlərdə feature-lar yaradırlar. Yəni bu yanaşmadan asılı olaraq dəyişə bilər. Əsas xüsusiyyəti nədir Epic-in? Yüksək səviyyəli məqsəd və ya funksionallıq ehtiyacıdır. Birbaşa istifadəçi dəyəri yaradır, bölünə biləndir, daha kiçik storylərə parçalana bilir, planlaşdırma və izləmə üçün əsas vahiddir. Roadmap və burn down chartlarda görünür. Yəni bu hansısa bir sözü başa düşmürsünüzsə, hansısa bir məqam burada aydın olmazsa, bu böyük də problem deyil. Çünki yəni biz yəni ki danışdıqca bu daha aydın olacaq və yerinə oturacaq. Demək, bizim şirkətdə epikləri məhz bu şəkildə istifadə edirlər. Lakin epikləri daha kiçik user storylərə yox, featurelara bölürlər və featurelar o qədər də agile Scrum elementi sayılmasa da, hər halda bizim işlərə yarayır və daha idarə etməni daha rahat edir. Epic üçün loru dildə desək, fərqli sadəcə fərqli bir-biri ilə məntiqli əlaqəsi olan user storylərin toplumunu təqdim edir Epic. Epic nə üçün vacibdir? Nə üçün vacibdir? Bu product owner-ın, yəni produktu sahiblənən və onu idarə edən, əslində onun üçün funksional sahələri planlaşdırmaqda kömək edən bir alətdir deyək. Scrum komandası üçün isə iş yükünü bölmək və prioritetləşdirmək üçün əsasdır. Yəni biz artıq bilirik ki, bu Epic var. Yəni bir dənə deyək ki, mövzu var. Həmin o mövzunu bir neçə hissəyə bölüb epiklərə bölə bilirik. Stakeholderlar isə müəyyən bir artıq məhsulun inkişafında istiqaməti izləməyə imkan alır. Bilir ki, hə, biz bunu bu cür edəcəyik və bizdə Epic bunun üzərində qurulacaq, yəni proqram təminatı. Əvvəl modullardan danışıb Coffee All platformasında biz mövzu üçün bloq dedik və bloq qeyd etdiyimizə görə gəlin həmin nümunədən ardını gətirib epikləri qeyd edək. Düşünən bloq mövzusu üçün növbəti epikləri yazmaq olar. Növbəti epiklər hansılardır? Blog məqalələrinin yaradılması və redaksiyası, istifadəçi şərhləri və reaksiya sistemi, SEO optimizasiyası və paylaşım düymələri, admin paneldə bloq idarə etməsi və s. Yəni bunları çox gətirmək olar. Çünki necə istəsəz bölə bilərsiniz də Epic-i. Əsas odur ki, daha kiçik hissələrə bölürsünüz. Və daha kiçik hissələrə böləndə bizdə avtomatik nə yadımıza düşür? Feature yadımıza düşür. Feature isə məhsulda istifadəçiyə təqdim olunan konkret funksionallıq imkanıdır. Yəni bizim müştəri, bizim proqram təminatını istifadə edən şəxs bizim proqram təminatını istifadə edəndə hansı funksionallıqlardan istifadə edə biləcək?
Bu əslində, yəni deyək ki də, mən məsəl üçün Excel özü var da. Excelin özündə bir fonksiyonallıq var, amma onu kim necə istifadə edəcək çox dəyişir. Adi ilə götürün, bax gəlin loru dildə desək, bıçaq, düzdür? Bu bıçağı kimsə yemək bişirmək üçün istifadə edir, kimsə qətlə yetirmək üçün istifadə edir, kimsə torpağı deşmək üçün istifadə edir. Yəni müxtəlif məqsədlərdə istifadə edə bilərlər. Amma funksionallıq olaraq bıçağın kəsmək fonksiyonallığı var, ucu iti deyə deşmək fonksiyonallığı var və bunu harda, nəyi, necə istifadə edəcəksiniz artıq e, case-dən asılı olaraq, yəni user story-lərdən asılı olaraq dəyişə bilər. Yəni istifadəçinin öz hekayəsindən asılı olaraq dəyişə bilər. Kimsə aşpaz idi, onun hekayəsi yeməklə bağlı idi. Kimsə qatil idi, onun hekayəsi insanlarla bağlı idi. Amma gəlin indi bir dənə ümumi olaraq mövzu biz dedik ki, bloq fonksiyonallığıdır. Epic deyirdik ki, bloq məqalələrinin yaradılması və redaksiyasıdır. Avtomatik bu Epic-in altında biz misal üçün 2 dənə feature yarada bilərik. İstifadəçi yeni bloq yazısına əlavə edə bilər. Bu bir fonksiyonallıqdır. İkinci fonksiyonallıq istifadəçi mövcud bloq yazısını dəyişə, yeniləyə bilər. Və əlbəttə biz daha çox nümunələr gətirə bilərik, amma onda nümunələr daha çox olacaq və söhbət uzanacaq. Ona görə biz yavaşca bu featurelar üçün user storylərin yazılması haqqında düşünəcəyik. Amma user story nədir, onu birinci başa düşməliyik. Məhsulun və ya funksiyanın istifadəçi baxış bucağından istifadə olunmuş kiçik və konkret tələbidir. Yəni mən bir istifadəçi olaraq deyirik ki, bıçaq kəsməyi bacarmalıdır da, düzdür? Və mənim tələbim odur ki, bu ən azından əti kəssin də. Yəni yoxsa yumşaq bir şeyi kəsdi, əti kəsmədisə bunun funksionallığı nə qədər etibarlıdır. Ona görə bizdə bölürük də. Məsələn, yağ bıçağı var. Ona tələb odur ki, o qədər də iti olmalı deyil, küt də ola bilər. Yağ o qədər bərk olmur. Bunu rahat elə yağ bıçağını it olmadığı halda da kəsə bilirik. Amma ət kəsmək üçün olan bıçaq artıq daha fərqli tələb var. Deyirik ki, bu iti olmalıdır, ucu nazik olmalıdır. Ondan əlavə var, misal üçün balaca bir meyvəni kəsmək üçün balaca bıçaqdır. Böyük bir nəyisə kəsmək üçün böyük bıçaqlar lazımdır. Və bu dəyişir də. Bu artıq istifadəçinin tələbi dəyişir. Və istifadəçinin tələbi dəyişdiyinə görə biz user story-də ona konkret tələblər yazırıq ki, istifadəçi bu funksionallığı istifadə edərkən belə bir tələblə üzləşəcək və bu tələblər qəbul olunmalıdır. Yəni biz elə eləməliyik ki, bizim proqram təminatı filan case-də, filan bir story-də, hekayədə özünü belə aparsın. Və ondan sonra artıq başqa bir story-də başqa cürə aparmağa da artıq başqa bir tələb olacaq və onun da üzərində düşünüb onu da yazacağıq. Amma əsas məsələ nədir? Məqsəd komandanın istifadəçiyə hansı dəyəri çatdıracağını aydın şəkildə göstərməyidir. Bəli, məhz elə bunun üçün user story düşüncəsi altında işlər qurulur ki, istifadəçi gözləntilərinə maksimum uyğun bir nəticə əldə etsin. Adətən project menecerimiz user story üçün təsvir hazırlayır və həmin təsvirin acceptance criteria kimi müəyyən ssenarilərini qurur. Ssenari üçün struktur adətən Gherkin language olur. Given when then qaydasına, yəni bizdə nə var, nə vaxt və necə bunu istifadə edirik. Bu formatda qurulanda adətən belə gəlir də. Yəni mən, deyək ki, rol bir aşpaz. Mən bir aşpaz olaraq məqsədim nədir? İstəyirəm ki, məqsəd burada ə, istəyirəm ki, bıçaq iti olsun və dəyər nə əldə edirəm? Çünki əti rahat kəsə bilim. Yəni ya da deyək ki, pomidoru doğrayanda əzilməsin. Bunun üçün mənə iti bıçaq lazımdır da. Və əlbəttə bu bizim yanaşmada artıq bunu belə təqdim edəndə project manager həm developer üçün aydın olur ki, tələblər niyə qurulur, kimin üçün qurulur və tester üçün də aydın olur ki, bunu necə yoxlayacaq və nəyə əsaslanaraq yoxlayacaq. Yəni bizim gözləntimiz nədir, ideya nədir? Bu funksionallığın arxasında duran müştərinin gözləntisi nədir?
Və bu format bütün komanda üçün işin məqsədini, istifadəçi rolunu və gözlənilən nəticəni aydınlaşdırır. Ona görə də proqram təminatının hazırlanması daha keyfiyyətli, daha yaxşı və daha rahat gedir. Çox adam düşünür ki, hə, user story yazmaq, bunu həll eləmək, neynirəm mən project meneceri, bir dənə developer oldu, bəs eləyir də. Amma yox. Bu yanaşma əslində agile olaq çox vaxt ona görə deyirlər ki, agile olmaq o demək deyil ki, hə, biz komandanı qurduq, bir neçə dənə qaydalarına riayət elədik, yox, çıxdı getdi. Əsas düşüncə tərzidir. Agile düşüncə tərzi. Yəni biz istəyirik ki, işi əvvəlcədən elə görək ki, sonda gülük gəlsin. Ona görə bu yanaşmalar çox önəmlidir. User story üzərindən də işləri gördüyümüz üçün demək olar idarə etmə elementlərinin ən kiçik hissəsi sayılır. User story kiçik hissə sayılmağına baxmayaraq, amma user story-nin də özünün balaca başqa bir kiçik hissələri var və biz o haqda danışacağıq. Ondan əvvəl isə mən acceptance criteria hissəsi haqqında biraz danışmaq istəyirəm. Həmin bu tələbləri biz acceptance criteria-da yazanda artıq bunlar bizim bir ssenarilər kimi olur. Və biz həmin ssenariləri dəyərləndirməliyik. Yəni biz bu ssenarini qurmaq üçün bizə nə qədər vaxt lazım olacaq? Bunu kim dəyərləndirir? Yəni developer bunu quracaq və tester də bunu yoxlayacaq. Bəzi komandalar var ki, həmin bu zəhməti, yəni effort deyirlər də ingilis dilində. Həmin bu zəhməti dəyərləndirmək üçün təkcə developerləri deyirlər ki, hə, developerlər dəyərləndirsinlər, testerlər o qədər də vacib deyil dəyərləndirməyi. İndi bizim komandada biz həm developerlər, yəni mühəndislər bunu dəyərləndirir, həm də onu yoxlayan komanda. Çünki biz həm produktu təqdim etməzdən qabaq, yəni deyək ki, bu project managerimiz bunu yazıb eləyib və bilməlidir ki, nə qədər vaxtdan sonra bu artıq production-a getməyə hazır olacaq. Burada tək vaxt rol oynamır da. Yəni həm də bu ssenarini ya bu user story-ni hazırlamaq üçün, yəni istifadəçi hekayəsini hazırlamaq üçün nə qədər səy, cəhd və vaxt lazımdır. Ola bilər ki, biz deyək ki, hə, çox çətin prosesə oxşuyur. Böyük ehtimal ki, biz bunu birinci dəfə hazırlayanda, yoxlayanda böyük ehtimal ki, problemlər çox çıxacaq. Yəni biz təzədən bunun üstündə işləməli olacağıq. Bu da o deməkdir ki, həm testerin vaxtı gedəcək, həm mühəndisin vaxtı gedəcək və bu təkrarlana bilər. Bir neçə dəfə təkrarlana bilər. Ona görə bunların hamısını nəzərə alaraq biz həmin dəyərləndirməni edirik. Əlbəttə bu dəyərləndirməni edəndə bir müəyyən bir görüşlər, seremoniyalar olur. Onlar haqqında mən gələcəkdə danışacağam. Bu podkastın davamında danışacağam. Amma hələlik mən bir nümunə olaraq yazdığımız feature üçün user storylər haqqında danışmasam, deyək ki, bir dənə user story yaradaq da. Bizim birinci feature nə idi? İstifadəçi yeni blog yazısı əlavə edə bilər və bunun üçün biz user story yazsaq, user story birinci nə olacaq? Blog yazısı əlavə etmək. Deyək ki, bu bizim birinci user story'mizdir. Mən project manager deyiləm. Bu məqaləni də öz biliyimdən, yəni AI istifadə etmədən də, yəni ola bilər ya hardasa nəsə AI kömək eləyib, amma əsas çalışmışam ki, öz skilllarımdan, öz bacarıqlarımdan istifadə edim və ona görə də nəyisə ola bilər tam da yaxşı eləməmişəm. Project manager mənə qulaq asırsa və ya mənim məqaləmi oxuyursa, üzrlü saysın, o daha yaxşı edə bilərdi bunu 100%. Amma yenə də mən ümid edirəm ki, təqdim etdiyim material sizə kömək olacaq. Deməli, user story, blog yazısı əlavə etmək. Və bunun altında biz həmin o Gherkin language formatında yazısı olsa, mən istifadəci olaraq yeni blog yazısı əlavə etmək istəyirəm ki, fikirlərimi platformada paylaşa bilim. Acceptance kriteriyalar yazısı əlavə etsək, buna yeni yazı əlavə et düyməsi görünür. Başlıq, mətn və şəkil sahələrinin mövcuddur. Yayımla düyməsi aktiv olur. Yazı uğurla yayımlandıqdan sonra blog səhifəsində görünür. Yəni deyirəm, bizdə misal üçün bu formatda yazmırlar. Bizdə elə demək olar ki, hər acceptance criteriyanı bir növ Gherkin language-də yazırlar
ki daha rahat olsun həm testerlər üçün, həm də mühəndislər üçün. Amma indi mən o boyda əlləşə bilməzdim. Ona görə qısa yazmışam. Sonra user story-ni için götürsək, yazıya şəkil əlavə etmək. Mən istifadəçi olaraq blog yazıma şəkil əlavə etmək istəyirəm ki, məqaləm daha vizual və cəlbedici görünsün. Ondan sonra bunun acceptance kriteriyasına gəlsək, yəni şəkildə tələblər nə ola bilər? Şəkil yükləmə sahəsi mövcuddur. Yəni biz şəkili yükləmək üçün bir hissə var orada. GPG, JPG, PNG formatları dəstəklənir. Şəkil preview göstərilir. Yəni biz görə bilirik ki, nə yükləmişik. Şəkil serverə uğurla yükləndiyini bildirir. Və həqiqətən də yüklənir də, yəni bu aydın məsələdir ki, biz onu da yoxlamalıyıq ki, həqiqətən yüklənir. Yəni burada belə bir məqam da vardı. Ola bilər ki, o serverə yükləndiyini biz bir yerdə yoxlayaq və ümumiyyətlə uğurla yüklənir, yüklənmir. Yəni preview hissəsi başqa bir yerdə olsun. Fərqli hissələrdə ola bilər. Yəni project managerlər bunu daha yaxşı bilir və daha düzgün bölüşdürə bilir. Amma ona görə onların da müəyyən bir işi, məsuliyyəti olur. Elə deyil ki, bir nəfər götürüb bunun hamısını rahat hazırlaya bilər və iş daha yağ kimi gedəcək. Yox, komanda şəklində işləmək çox önəmlidir. Bunu Amerikada çox vurğulayırlar və çox da çalışırlar ki, həqiqətən də komanda şəklində iş getsin ki, nəticədə keyfiyyətli bir ə, proqram təminatı, kontent fərqi yoxdur. Nə hazırlanırsa, bu keyfiyyətli olsun. Müəyyən bir prosedurlar yaradılıb və o prosedurlara çalışır hamı riayət etsin. Üçüncü user story-ni desək, yazını saxlayıb sonra yayımlamaq. Yəni bir cızma-qara kimi nəsə yazmaq istəsəm, belə bir imkanım olsun. Mən istifadəçi olaraq yazımı əvvəlcə qaralama kimi saxlamaq istəyirəm ki, sonra tamamlayıb yayımlaya bilim. Ola bilər ki, mən yazıram və birdən düşünürəm ki, ay mən getməliyəm, qoy bunu saxlayım, sonra gəlib ya davam edərəm, ya yoxlayaram, sonra paylaşaram. Bunun üçün acceptance kriteria olacaq ki, qaralama kimi saxla düyməsi mövcuddur. Qaralama yazılar profilimdə ayrıca bölmədə görünür, yəni təkcə mənə görünür. Qaralama sonradan redaktə edilə və yayımlana bilir. Deyək ki, bu user storylər project managerin hazırladığı user storylərdir. Sonra biz bunların hamısını müzakirə edirik, nəyisə dəyişirik, nəyisə əlavə edirik, nəyisə silirik və sonra başlayırıq bunu dəyərləndirməyə. Həmin o əvvəlcə danışdığım dəyərləndirmə mövzusudur və ona görə belə bir anlayış var ki, story point, yəni hekayənin dəyərləndirməsi. Dəyərləndirmə istəyəndə point bir rəqəm kimi bir ya t-shirt size var, misal üçün poker cards var, Fibonacci rəqəmləri var. Bizim şirkətdə Fibonacci rəqəmləri istifadə olunur. Ona görə mən ondan danışacağam. Mən bir dəfə müsahibədə olanda soruşmuşam ki, t-shirt size-dan Fibonacci rəqəmlərini necə edirsiniz? Əgər siz t-shirt size istifadə edirsinizsə, həqiqətən onlar demişlər ki, onu istifadə edirlər. Və nəticədə dedilər ki, hə, biz sprint üçün pointlərin sayını Fibonacci rəqəmlərinə çevirib elə də edə bilərik. Problem deyil. Yəni təxminən elə bir şey deyirlər. Və bizim şirkətdə Fibonacci rəqəmlərindən istifadə olunduğuna görə mən daha çox o haqqda danışacağam. Əgər biz story point-da 1 seçmək istəyiriksə, biz nəyi nəzərə almalıyıq? İşin bizdən maksimum 5 saat, yarım gün apara biləcəyini göstərir. Yəni 5 saat əslində yarım gün deyil, əslində yəni 4 saatdır yarım gün. 4 saat yarım gün olur, 1 saat nahar olur, sonra təzədən 4 saat digər bir yarım gün olur. Amma elə qəbul eləyək ki, bu yarım gündür də 5 saat. Maksimum o qədər apara bilər. Bu o deməkdir ki, kifayət qədər asan məsələdir və 5 saatdan çox vaxt almalı deyil. Yəni bu başqa biz hər hansı bir başqa storim var, işim var, işim yoxdur. Bu məqamları nəzərə almırıq. Biz ümumiyyətlə Agile komandası qurulanda nəzərdə tutulur ki, bu işçinin müəyyən bir story point işləmək imkanı var sprint ərzində. İndi sprint nədir? O haqqda da danışacağıq, özünüzü qorxutmayın. Demək, bu deməkdir ki, kifayət qədər asan məsələdir. 2 əgər seçsək, yəni story point olaraq, işin bizdən maksimum 1 və ya 2 gün apara biləcəyini göstərir. Yəni bu
yarım gündən çoxdur. Əlbəttə artıq bütöv günümüzü aparır və ya hətta ikinci günün də bir hissəsinə və ya tam ikinci günü də bizdən apara bilər. Çünki biraz qəliz məsələdir, biraz ola bilər ki, acceptance kriteriya orada daha azdır, amma o bir tester olaraq biz bunu dəyərləndirsək, ola bilər ki, fərqli cihazlarda yoxlamaqdır. Deyək ki, hər hansı bir user story var idi, orada acceptance kriteriya 5 dənə idi, amma təkcə admin panelə aid idi və admin paneldə telefondan və ya planşetdən istifadə olunmur. Amma müştəri tərəfinə aid olduğuna görə o fərqli cihazlarda istifadə oluna bilər. Bu demək ki, biz onu yoxlayanda daha çox vaxt ayıracağıq. Çünki eyni testləri fərqli cihazlarda execute edəcəyik, yəni işlədəcəyik. Və avtomatik biz tək sadəcə vaxtı yox, həm də ora lazım olan əziyyəti və cəhdləri nəzərə alırıq. 3 qeyd etsək, işin bizdən maksimum 3-5 gün apara biləcəyini göstərir. Bu o deməkdir ki, məsələ müəyyən qədər mürəkkəbdir və ümumi tapşırığı yerinə yetirməyə maksimum 2 gün vaxt bəs etməyəcək. Yəni bu o demək ki, biz daha çox vaxt sərf edəcəyik və daha çox enerji sərf edəcəyik bunu eləməyə. Normalda acceptance kriteriya çox olanda və ya qəliz məntiq olanda biz bunu seçirik. 3 və daha artıq ola bilir. 3-dən sonra, yəni Fibonacci rəqəmləri yəni ki, bilirsiniz də necə işləyir. 1, sonra 2 gəlir, sonra 2 üstə gəl 1, 3 eləyir və 3 üstə gəl 2, 5 eləyir. Ona görə burada bizdə 4 yoxdur, bizdə burada 5 var. Və avtomatik 5 seçənlər işin bizdən 5 gündən artıq vaxt apara biləcəyini göstərir. Bu 5 gündən ona görə deyil ki, bu 5 seçilib. 5 gündən ona görədir ki, yəni artıq kifayət qədər çox vaxt alacağı bildirilir. Bu o deməkdir ki, məsələ kifayət qədər mürəkkəbdir. Normalda çalışırıq heç vaxt user story-yə 5 və ya 5-dən çox bir rəqəm qoymayaq. Çünki bu o deməkdir ki, yəni biz bunu 2-yə ya 3-ə bölə bilərik. 2 dənə user story-yə bölə bilərik. Biri 2, biri 3 olsun. Və bir dənə məqam var ki, bizdə deyək ki, developerlər bir story point-i deyir, testerlər story point-i deyir və ondan sonra üst-üstə gəlirlər. Yəni bu o deməkdir ki, əgər mən 2 demişəmsə bir tester olaraq, ya bizim testerlərin komandası 2 deyibsə, developerlərin komandası 3 deyibsə, toplamda həmin user story-nin story point-i 5 olacaq. Amma o demək deyil ki, hər iki komanda 5 story point istifadə edəcək. Yox, biri 2 edəcək, biri 3 edəcək. Ona görə user storylərin story point-ləri 6 ola bilər, 4 ola bilər, yəni 2 üstə gəl 2. Amma seçmək üçün rəqəm imkanları elə deyil. Yəni bizdə 2, 1, 2, 3, 5, sonra gəlir 3 üstə gəl 5, 8 eləyir. Sonra 8 üstə 5 gedir də artdıqca 13 eləyir və belə artır. Əlbəttə ki, yəni 13-ə qədər heç kəs çatmalı deyil, heç 8-ə çatmalı deyil, ən maksimum 5 olmalıdır. User story üçün ola bilər 8 alınsın. Hətta o da olmur. Yəni bizdə maksimum 5 olur. Çünki 2 üstə gəl 3 5 eləyir. Normalda əgər tester deyirsə ki, buna 5 gedəcək, belə bir qəribə bir hal yaranır ki, yəni bizim sprintimiz 2 həftədirsə, sən elə demək istəyirsən ki, 2 həftənin demək olar ki, 1 həftəsinə ancaq elə bu user story gedəcək. Biraz qəliz də ola bilər. Hə, belə. Spike. Keçək indi user storylərdən aşağı sayılan elementlərə. Bunlar birbaşa separate, yəni ayrıca yaşayan bir elementlər deyil. Bunlar adətən user story-də yaradılır və əvvəldə yaradılmır. Yəni iş prosesində yaradılır. User story-ni deyək ki, project manager yaradıb bizə təqdim elədi. Biz artıq müzakirələrə başlayanda müxtəlif başqa elementlər yaradıla bilər. Yoxlama aparanda başqa elementlər yaradıla bilər və ümumiyyətlə biz gözləmədən bir başqa elementlər yaradıla bilər. İndi başa düşəcəksiniz nəyi demək istəyirəm, çünki biz buna daha dərindən baxmağa çalışacağıq. Birinci növbədə Spike haqqında danışmaq istəyirəm. Spike bizim user story-ni deyək ki, project manager hazırlayıb da bunu. Amma developerlər baxırlar, deyirlər ki, mən heç bilmirəm bunu necə test edəcəm. Yəni ki, bilmirəm, mən tam da belə təcrübəli bir developer deyiləm, amma işlədiyim olub və
Elə bir hisslər olub da, elə bir situasiyalar olub ki, mən baxmışam, təcrübəmdə heç vaxt elə bir şey olmayıb deyə. Heç bilmirəm ki, biz bunu eləməyə nə qədər vaxt gedəcək, nə qədər çox yəni, problematik ola bilər bu, nə qədər əziyyətimizi əziyyətli ola bilər həmin ə, tapşırığı yerinə yetirmək. Ona görə biz onu bilmədiyimizə görə biz deyirik ki, gəlin belə bir şey eləyək, spike yaradaq. Hansı ki, sırf developer üçündür. Orada dəyərləndirmə ancaq developer eləyəcək və hələlik biz user story-ni dəyərləndirməyək və deyək ki, biz bunu araşdıraq, görək bunun impakti, yəni təsir etməyi nə qədər olacaq, haralara təsir edəcək, hansı modullara toxunacaq və nəticədə bu araşdırmanı edəndən sonra təxminən bilək ki, bizi nə gözləyir. Və Spike-ı deyək ki, çox vaxt bir və ya iki story point-lə dəyərləndirirlər. Developer ya engineer ya mühəndis bir müəyyən bir vaxtı aparır, kodlara baxır, yoxlayır və bir başa düşür ki, hə, təxminən bu funksionallığı ya bu hekayəni reallaşdırmaq üçün bizə təxminən bu qədər işlər görmək lazım olacaq və testerlərə də bu kömək olur ki, artıq testerlər də başa düşür ki, həmin o işlər nələrə təsir edəcək və yoxlamaq üçün nələri biz əlavə olaraq yoxlamalıyıq. Və o zaman artıq o qalır növbəti dəfə dəyərləndirməyə. Növbəti dəfədə gələndə artıq o spike yerinə yetirilmiş olur və biz yeni user story-ni adi qaydada dəyərləndirib story point-lərimizi veririk. Ondan sonra bizdə task gəlir. Task, yəni tapşırıq. Tasklar isə daha çox yoxlama aparan komanda tərəfindən yaradılır və taskları biz production-da olmayan, yəni build yaradılıb, amma nə test olunub, nə də bir şey. Yəni ən birinci dəfə build yaradılıb, bizə verilib və biz onu yoxlayırıq. Yoxlayarkən hər hansı bir problem ortaya çıxırsa, hər hansı bir ə, xəta yaranırsa, biz baxırıq ki, bu xəta ümumiyyətlə production-da var, yoxsa sırf bu build-a aiddir, bu yeni funksionallığa aiddir, yeni funksionallığa görə yaranıb. Əgər elədirsə, biz həmin ə, itemi, yəni work itemi task kimi yaradırıq. Və struktur baxımından əslində elə baqa oxşuyur. Yəni biz onun daxilində nələri yazırıqsa, o baqa oxşuyur. Sadəcə növü task gedir ki, hamı bilsin ki, yəni bu sırf bu build-la bağlı olan bir problemdir. Bu problem real production-da yoxdur və ya da digər bir environment-da yoxdur. Avtomatik developerə assign olunur. Developer bilir ki, bunu düzəltsə həmin problem həll olunacaq. Əlbəttə biz adi STLC prosesinə riayət edərək əgər taskımız yaranıbsa, biz user story-ni fail edəcəyik və onu developerə assign edəcəyik ki, taskı həll etdikdən sonra yeni build qursun və həmin build-ı biz öz QA environment-ımıza deploy edə bilək və təzədən yoxlaya bilək. Yəni mən bilmirəm bu məqalədə o haqqda nə qədər danışmışam. Amma ən azından ümid edirəm ki, heç nəyi buraxmadım, heç nə yaddan çıxmadı. Əlbəttə siz bu podkastda qulaq asaraq, izləyərək siz şərh hissəsində öz fikirlərinizi bölüşə bilərsiniz, yaza bilərsiniz. Nəyisə qaçırmışamsa, siz məqaləni də oxumusunuzsa, məqalənin şərhində yaza bilərsiniz ki, podkastda belə demişdiniz və ya podkastda bu deyilib, burada yoxdur. Yəni digər oxuyucular da bilər ki, podkastda qulaq asmaq olar, yaxşı olar. Neysə, uzun sözün qısası, taskdan keçək baqa. Bir də ki, bu taskların bir işi var ki, yəni biz task developer bunu eləyib bitirdikdən sonra developer taskı close eləyir. Yəni tapşırıq yerinə yetirildi də. Biz testingi retesting edirik. Yəni eyni test case-ləri təzədən execute edirik. Ona görə biz çalışırıq ki, əgər user story-ni başladıqsa test eləməyə, bir dənə task yaranan kimi user story-ni fail eləmirik. Bütün test case-lər execute olandan sonra, bütün mümkün olan tasklar çıxandan sonra biz onu fail edirik və bütün taskları developerə assign edirik ki,
O artıq başlayıb hamısını düzəltsin və biz bilək ki, vəssalam, yəni bu düzəlişlərdən sonra artıq işləməlidir. Amma biz təzədən retestinqə, full retesting edirik ki, bilək ki, bütün tasklar düzəlib bir. İkincisi də ki, yeni tasklar yaranmıyor. Ondan da əlavə, ondan da əlavə bu bəzi tasklar ola bilər ki, user story-yə tam da aid olmasın. Onu keçirək feature level-a. Yəni deyək ki, bu funksionallığa aiddir, amma sırf bu user story-yə aid deyil. Adətən o taskları biz nəzərdə tuturuq ki, regression eləyəndə və ya bu deployment-ə, full deployment-ə, release-ə getməzdən qabaq regression eləyəndə onlar ortaya çıxacaq. Əgər varsa. Əgər yoxdursa, yəni görürük ki, elə bir spesifik bir şeydirsə, onun üçün ayrıca bir test case yarada bilərik. Çünki ola bilər ki, bizim yazdığımız test caselərdə nəsə yaddan çıxıb və biz bir dənə test case yaratmaqla həmin case'i yoxlamış ola bilərik. Düşünürəm task haqqında çox şey dedim artıq. Keçə bilərik bug. Bug isə task ilə eyni addımları izləyir. Sadəcə kiçik bir fərqi var. Və bu fərq həmin bug'ın biz production'da həmin problemi görməyimizlə yaranır. Yəni bu build və ya dəyişiklik problemi deyil. Həmin o bug əvvəlcədən bütün komandanın buraxdığı səhvə görə həmin o problem indi hal-hazırda müştərinin qarşısına çıxa bilər. Yaxşı olar ki, yəni real кейslərdə biz onu testing zamanı özümüz tapıb gedib production'da yoxlayıb gördük ki, ay bu production'da da belədir. Biz bunu özümüz qeydə alanda bu çox qəşəng bir haldır. Çünki müştəri hələ bununla üzləşməyib. Ya da ki, üzləşib hələ üz vurmayıb. Belə də ola bilər. Amma əsas məsələ nədir? Biz bunu özümüz tapdıq. Bizim rəhbərlik bunu müştəridən eşitməzdən qabaq bizdən eşidir ki, biz bilirik ki, belə bir problem var və biz bunu düzəldəcəyik. Və həmin bug'ın prioritetinə görə əlbəttə biz bunu ya indi, ya tez, ya dərhal müxtəlif hallarda biz bunu ə, həll edib göndərəcəyik. O haqqda da birazdan indi daha ətraflı danışacağıq. Amma bug'da nələr olur? Bizdə bug'da yəni problemin izahı olur, build-ın nömrəsi olur. Ondan sonra orada addımlar olur. Bütün şəkillər, link, attachment, video nə alınırsa, yəni bir növ developerə, yəni mühəndisə maksimum o problemi həll eləməyə, kömək eləmək üçün və problemi başa düşmək üçün nə lazımdırsa biz ora çalışırıq yerləşdirək. Və bug da əlbəttə ki, bug fix olandan sonra onu yəni bir item olaraq deploy edəcəklər. Amma bug'ın da müəyyən bir həyat dövrü var. Bu haqda biz testing mövzularında çox danışmışıq deyə mən burada Agile Scrum-da o haqda danışmaq istəmirəm. Sadəcə istəyirəm ki, biləsiniz ki, yəni bizdə bu work itemlar var. Bug'ın story point-i olmur, task'ın story point-i olmur. Bunlar sadəcə həmin o biz işlədiyimiz zaman yaranan belə deyək də itemlardır. Əslində bug'da story point ola bilər. Bug'da story point əgər bug görürsə ki, elə bir bug'dır ki, çox vaxt alacaq. Bunu avtomatik biz backlog-a yerləşdiririk. Ola bilər ki, bu sprintdə yox, gələn sprintdə edəcəyik və onu müzakirə edib, onu dəyərləndirib sonra edəcəyik. Ola da bilər ki, sadəcə bir qoyduq, bildik ki, çox az vaxt ala bilən bir bug'dır. Bunu tez fix edəcəyik və elə bu sprintdə də bağlaya bilərik. Onu Project Manager, Product Owner qərar verir. Bug'lar production-da olduğuna görə yuxarı prioritet olan, amma təcili çatdırılması statusu olmayan bug'ları olan. OCR zamanı production-a yükləyirik. Bizdə bir off-cycle, deməli bizdə release-lər olur. Agile əsasən də müəyyən bir vaxtdan bir release olur. Və sadəcə elə bir məqamlar olur ki, bizdə bir neçə dənə bug var və biz istəmirik ki, production-da olan bug uzun müddət orada qalsın. Ola bilər ki, biz bir neçə dənə sprintdən sonra release-ə gedəcəyik. Amma bu bug var da, fakt biz bunu tapmışıq da,
production'da. Biz gözləməyəcəyik ki, bu müştəri bunu tapsın, bizə göndərsin. Ona görə müəyyən bir müddətdə daha tez-tez off-cycle release'lər olur. Hansını ki, biz sırf o bug'ları, tapdığımız bug'ları fix edib production'a göndərməklə məşğuluq. Və onların ə, maksimum prioriteti yoxdur, amma yenə də prioriteti yüksəkdir, çünki bunlar production'a gedəcək. Ə, Eyni zamanda da o qədər yüksək deyil ki, dərhal bunu yükləyək. Ona görə off-cycle release var. Və adətən bunu müəyyən bir gün seçib ayda 2-3 dəfə etmək mümkündür. Deyək ki, 4 həftəmiz var. Hər ikinci həftənin 4-cü günü ya hər həftənin 4-cü günü. Ola bilər ki, həftədə bir dəfə olsun, ayda 4 dəfə olmuş olsun. Baxırda indi nə qədər tez-tez belə hallar baş verir. Əlbəttə ki, heç bir bug yoxdursa, niyə off-cycle release baş versin? Sonra elə biz bug'dan danışmışkən, onun oxşarı bir defekt var. Defekt də elə bug kimi deyil. Sadəcə fərqi ondadır ki, ona qarşı əvvəlcədən heç bir tələb olmayır. Yəni bunu bəzi şirkətlər enhancement kimi treat edir. Deyir ki, əgər heç bir tələb olmayıbsa, o zaman bunu bug saya bilmərik. Bu bir yəni buraxılmış feature-dır və bu defekt olmalı deyil. Bu sadəcə enhancement olmalıdır. Yəni yaxşılaşdırma itemi. Reallıq əslində budur ki, yəni fərq yoxdur. Bunu project manager nəzərdən qaçırıb, tester nəzərdən qaçırıb, yoxsa developer nəzərdən qaçırıb. Reallıq odur ki, bu müştəri üçün problem yaradır və proqram təminatının ideal və ya yaxşı olmasının statusunu salır da aşağı bir növ. Ona görə biz buna defekt deyirik və defekti bug kimi treat edirik. Bir növ orada da yəni detallar olur və ona qeyd edirik ki, nə qədər vaxt gedəcək və s. Məncə defekt haqqında çox da danışmağa burada məqam yoxdur. Ona görə elə biz yavaşca keçək hotfix. Hotfix nədir? O bug'lar ki, çox kritik sayılır, biz onlara hotfix adlandırırıq. Çünki həmin bu element əgər komandaya gəldisə, hər kəs işini gücünü atıb, həmin hotfix ilə məşğul olmalıdır. Hotfix production-a yüklənməyə hazırdırsa, mümkün qədər tez yüklənir. Nə deməkdir? Elə bir kritik problemdir ki, bunu gecikdirmək olmaz. İndi bu dəqiqə həll olunub getməlidir. Yəni biz gözləyə bilmərik ki, ay birinci gündür, 4-cü gün oşkar olacaq. Onda biz bunu yükləyək. Yox, elə bir şey deyil. Bu eyni bug'dır, sadəcə prioriteti çox yüksəkdir. Ona görə onun adına ayrıca hotfix qoyulur. Hotfix yəni isti davay da bunu getsin. Bunu düzəldək çıxsın getsin. Baş ağrısı yaratmamış. Elə bilin ki, evdə turbo partlayıb, siz də deyirsiniz ki, qalsın, su axsın orada. Şeydir. 6-cı gün iş olmayacaq, onu düzəldərəm. Sizdə evdə turbo partlayıbsa, su basırsa evini, deyərsiniz ki, işdə deyərsiniz ki, gözləyin, mən gəlim o turbo məsələsini həll eləyim, düzəldeyim. Sonra danışarıq. Nə qədər də iş sizə önəmli olsa da, nə qədər vacib olsa da, siz o turbanın partlamasına daha çox prioritet qoyub. Çünki onun fəsadları çox böyük olacaq, yəni problemləri çox olacaq. Sonra qonşu ilə əlləşmək var, remontu var. Yəni bu problem daha çox bütün işlərdən daha prioritetli olur deyə siz birinci növbədə həmin problemi həll etməyə çalışırsınız. Bizdə Agile-da sprint üçün və ümumiyyətlə backlog anlayışı var. Backlog product backlogdur. Bizim bütün storylər toplanan yeridir. Yəni bütün storyləri, user storyləri project manager, product owner, indi orada kimlər necə işləyirsə, onlar hazırlayıb yerləşdirirlər product backlog-a. Əlbəttə hamısı feature epic çərçivəsində yığılır, amma bir növ biz backlog-da görə bilirik ki, hansı user hekayələr var və hansı hekayələr hansı epiklərə aiddir və s. Biznesdən də tələblər və isteklər gəldikcə onları product owner və project manager komanda şəklində hazırlayıb hər dəfə
əlavə edirlər və backlog elementi kimi qalır. Sonradan aralarından seçilib, yəni prioritetə görə, istəyə görə seçilib müəyyən bir hissəsi gedir sprint backloga və sprint backlogda biz artıq bilirik ki, sprint ərzində biz onun üzərində işləyəcəyik. Amma yəni o demək deyil ki, bütün sprint backloga gedənlər hamısı mütləq sprintə düşəcək. Sprint SDLC prosesinin kiçik bloklarını kiçik müddət ərzində etmək üçün təyin olunan dövrdür. Yəni deyək ki, bizdə məsəl üçün bu 2 həftədir. Elə bir şirkət ola bilər ki, bunu 3 həftə eləsin və həmin dövr ərzində biz müəyyən bir story pointi tamamlamalıyıq. Normalda bu müddət 2 həftədən 4 həftəyə qədər olur. Çox yerdə elə 2 həftə görmüşəm. Bizdə il ərzində 2-3 dəfə 3 həftə olur. Belə bu bayramlar çox olan müddətdə bizdə indi Amerikada Thanksgiving deyilən bir vaxt var. Orada da elə olur ki, 4-cü günə düşür, 5-ci gündə xadnoy kimi elan edirlər. Olur Amerikada long weekend sayılır, yəni uzun bir xadnoylar. Bu da bir növ Amerikada yaşayanlar, Amerika ilə maraqlananlar bilir ki, burada vacation elə də çox olmur və ona görə 4 günü artıq biz sevinərək alqışlayırıq və həmin dövrlərdə bir həftənin içində artıq 2 gün itmiş olur deyə avtomatik onu qatırlar o biri həftəyə. Deyirlər ki, hə, bu ay bu 2 sprint yox, sprint 2 həftə yox, 3 həftə olsun. Amma burada əsas məsələ nədir? Sprintin məqsədi sprint backloga əlavə olunan bütün story pointləri sərf edilərək sıfıra çatdırılmasıdır. Yəni biz burada product owner və product manager üçün qrafiklərin qurulması və onun analizindən danışmayacağıq. Çünki həmin məqamlar daha çox PO və PM üçün idarə etmədə lazım olur. Həm də mən o qədər yaxşı bilmirəm onu ki, sizin üçün onun haqqında belə nəsə danışa bilim. Danışsaq ya da bu tam ayrı bir kurs olacaq. Yəni mən onu araşdırmalıyam. Yəni baxmalıyam ki, görüm nə dərəcədə düzdür, səhvdir bildiklərim. Ondan sonra bu haqqda danışım. Nəysə, uzun sözün qısası bizim əsas kökləndiyimiz məqam user storylərin story pointinə əsasən işin vaxtında təhvil verilməsidir. Və Agile Scrum yanaşmasında əgər hər hansı bir user story point qalırsa, bu sprintin sonunda onun növbəti sprintinə keçməsi deməkdir. Yəni o demək deyil ki, 2 həftəyə biz demişik ki, 40 story point bitirməliyik. İndi elə alındı ki, 36 bitirmişik. 4 dənə story point keçəcək növbəti sprintə. Deyək ki, developer işi bitirib sprintin axırıncı günü biz testerlər onu çatdırmadıq. Orada 3 story point idi biz testerlər üçün və həmin o 3 story point keçir növbəti sprintə. Məncə, yəni ki, burada sprint haqqında biraz da nəsə danışmaq olar. Amma mənim dedik ki, sprint backlog, sprint iterasiya üçün product backlogdan seçilərək refinement mərhələsinə keçən storylərin yığıldığı yerdir. İndi refinement haqqında danışa bilərik. Backlog refinement görüşü. Bu bir görüşdür artıq. Backlog refinement həftədə 2 dəfə hərəsi 1 saatlıq görüş olur. Product owner və product manager tərəfindən sprint üçün hazırlanmış user storyləri bizə təqdim edir və onların üzərindən keçərək müzakirə edirik. Hamı həmin user story ilə tanış olur və aydınlıq yaranır burada. Yəni komanda işidir. Elə bu görüşdə də hər story üçün biz story pointlər yazırıq. Dediyim kimi orada yəni ola bilər ki, hansısa bir acceptance criterion dəyişək, əlavə edək, silək və ya deyək ki, bu user story çox qəlizdir. Gəlin bir dənə spike yaradaq bunun üçün. Ondan sonra başqa bir hal da ola bilər ki, deyək ki, bu user story çox böyük alındı. Yəni səs verməyə görə gördük ki, çox mürəkkəbdir. Bunu 2 balaca kiçik yerə bölə bilsək çox əla olar. Bu da əlbəttə project manager üçün yeni bir tapşırıq kimidir. O da araşdırıb bunu necə düzgün 2 yerə bölə bilər, onu düşünməlidir. Ola bilər ki, o elə gedib mühəndislərlə məsləhətləşsin eləsin, testerlərlə məsləhətləşsin. Bu da backlog refinement görüşündə baş verə bilər.
Yəni necə bölsək hamı üçün rahat olar. Həm project manager üçün, həm də mühəndis və testerlər üçün. Ondan sonra bu backlog refinement görüşündən sonra sprint planning var. Həftədə 2 həftədən bir növbəti sprintə keçməmiş olur və olmalıdır. Yəni çünki bu görüşdə kimin sprint ərzində işləyəcəyi və kimin xəstəlik, məzuniyyət, hansısa bir day off götürəcəyi müəyyənləşdirilir və bizdə indi Azure DevOps platforması istifadə olunur. Həmin platformasında hamısını ə, qeyd edirik və o qeydlər əsasında bilirik ki, deyək ki, misal üçün bizdə 10 dənə işçi var idi. Hərəsinə 40 dənə story point varsa, hərəsinə 4 story point düşür. Amma görürük ki, məsələn 5 nəfər olacaq da. Bu 5 nəfər aydın məsələ ki, 40 story pointi bitirməyəcək. Yəni yalandan onları ora əlavə eləyib sonradan növbəti sprintə keçirməkdənsə artıq danışılır ki, okey, əgər resursumuz azdırsa, ya əlavə resurs götürə biləriksə, əlavə resurs götürək başqa komandadan ya başqa yerdən. Ya da ki, bu story pointləri azaldaq ki, biz sprint ərzində həmin story pointləri bitirək. Adətən həmin bu sprint planning görüşü 30 dəqiqəlik planlaşdırılır. Amma 15 dəqiqə çəkir. Amma deyir ki, hə, mən növbəti 2 həftə ərzində olacam ya olmayacam. Yəni xəstəlik bilinən bir şey deyil. Elə adam var ki, bu gün səhər durdu, pis günləri xəstəlik götürür. Normalda məsəl üçün kiminsə hansısa bir həkimə gedəsidir və ya bir günlük nəsə elə bir işləri var ki, sağlamlığı ilə bağlı həmin gün olmayacaq. O qabaqcadan bilirsə onu deyir. Bir də məzuniyyət məsələsidir. Yəni çox adam personal time off da var da burada. Yəni onu götürürsə, onu əvvəlcədən desə yaxşı olur. Və bu proses əslində product owner və project manager üçün kömək edici bir görüşdür və o cədvəli açır və hamıdan soruşur ki, bir-bir götürərsiz, götürməyəsiz, hamı deyir, cavab verir, cədvələ əlavə eləyir. Bununla da bitir. Qeyri-adi bir şey yoxdur. Dostlar, deməli bizim sonuncu mövzumuz qaldı sprint retrospektiv görüşü və sprint retrospektiv görüşündə buna qısa retro meeting deyirlər. Retrospektiv görüşündə adətən növbəti sprintin ilk həftəsində keçirilir və 30-45 dəqiqəlik bir görüş olur. Görüşdə yenə bütün komanda üzvləri iştirak edir və hər biri keçən sprintin necə keçdiyi haqqda öz fikrini bildirir. Bu çox önəmlidir. Çox vaxt insanlar çəkinir bunu eləməyə və nəticədə heç nə eləmirlər. Əslində mən fərqli təcrübəmdə fərqli bir nəticələr görmüşəm. O yerdə ki, siz hər dəfə deyirsiniz nədir problem və necə bir çətinliklər var. Heç bir dəyişiklik olmur və həmişə eyni səbəblər olur. İnsanlar artıq bezir, day demir də ki, yəni keçən sprint niyə pis getdi. Amma ümumi olaraq cavabların daha strukturlanmış olması üçün 3 sütuna bir cədvəl yaradılır. ADO-da, Azure DevOps-da hamısı bir yerdədir. Orada bunun çox xüsusi bir user interface var. Amma yəni deyək ki, sizdə o yoxdur da. Yəni girib hamı Excel-də yaza bilər də. Və hər sütunda bir mövzu toxunulur da. Yəni birinci sütun nəyin yaxşı keçdiyini göstərir. Bir pozitiv bir geri dönüşlərinizi gözləyirlər orada. Bu hər şey ola bilər. Yəni misal üçün komanda ilə əlaqə yaxşı idi. Nə bilim, user storylər aydın idi. Biz problemləri tez həll eləyə bildik. Resurslar kifayət qədər idi. Yəni burada pozitiv məqamlar çox ola bilər. Siz indi komanda ilə işləyirsinizsə, orada pozitiv nə görürsünüzsə, onu yaza bilərsiniz. Ürəyinizdən nə keçir yaza bilərsiniz. Məsələn, elə olur ki, kimsə yazır ki, filan kəs mənə çox kömək elədi bəhmən mövzunu başa düşməyə. Ona görə mən bu sprintdə ona çox sağ ol bildirmək istəyirəm. Çox dəyərləndirirəm onu. Sonra misal üçün yaza bilərsiniz. Sprintdə bizə baxmayaraq ki, bizə çoxlu baqlar gəldi, biz onların hamısını tez həll eləyə bildik və çatdırdıq bunu. Bu yaxşı bir şeydir. Ya da
O bilsiz nə deməkdir? Yəni deyək ki, 40 story point nəzərdə tutulmuşdu bitirməyə, amma 45 bitirmişik, 50 bitirmişik və ya başqa bir pozitiv məqamları qeyd edə bilərsiniz. Yəni uzatmayaq, keçək ikinci sütuna. İkinci sütunda isə a, nəyin o qədər də yaxşı olmadığını göstəririk. Neqativ məqamlardır. Bu neqativ məqamlara toxunmaq lazımdır. Bir növ kritikadır, amma yadda saxlayın. Ümumiyyətlə çalışın hər yerdə, həmişə əgər kritika bildirirsinizsə, bunun konstruktiv olmasına çalışın. Nə deməkdir bu? Siz nəyə görə elə olduğunu, nəyə görə elə düşündüyünü bir strukturlanmış formada deyirsiniz. Yəni deyirsiniz ki, mən düşünürəm ki, bizə gələn keçən sprint ona görə pis oldu ki, ə, kommunikasiya problemləri yaşayırdıq. Teams yaxşı işləmir. Məsəl üçün Teams platforması yaxşı işləmir. Və biz ona görə bir-birimizlə əlaqə saxlamaqda çətinlik çəkirdik. Mən götürüb şəkili göndərirdim developerə, screenshotu yüklənmirdi. Yəni bu konkret Teams-dən idi. Biz məcbur olurduq ki, deyək hələ bir tərəfdən başqa bir proqram təminatından istifadə edək ki, bunu göndərə bilək. Ondan sonra deyə bilərsiniz ki, misal üçün, demirsə də misal sadəcə kommunikasiya pis idi. Nəyə görə pis idi, onu da qeyd edirsiniz. Yəni pis idi ona görə ki, Teams işləmirdi. Kollar işləmirdi misal üçün. Ya sonra deyirsiniz ki, hə, ADO-da problem var idi, ona görə yaxşı keçmədi sprint. ADO-da problem nə idi? Bax, onu da qeyd etmək önəmlidir. ADO-da problem, əgər hələ də varsa, onu da qeyd etməlisiniz ki, bu hələ də davam edir. Və ADO-da problem nə idi? Məsələn, deyək ki, çökmüşdü və ya save eləmək mümkün deyildi. Sonra başqa bir şey əlavə etmək olar ki, user story-ni səhv dəyərləndirmişdik. Məsəl üçün, orada demişdik ki, bu 3 2 1 story point olacaq. Əslində bizim 3 story point-ı vaxtımızı aldı. Yəni buna görə bizdə stres çox oldu, çox vaxt sərf elədik, çətin oldu. Bunları qeyd etmək olar. Yəni bunlar hamısı neqativ məqamlardır, amma bunlar hamısı önəmli məqamlardır. Və bundan da əlavə biz o məqamları qeyd edərək, niyə baş verdiyini qeyd edərək, konstruktiv olaraq həmin problemləri necə həll edə bilərik? Yəni ə, gəlin belə təsəvvür eləyək də, yəni project manager bizə refinement meetingdə storyləri göstərir. Biz deyirik ki, hə, bizim deyəsən kifayət qədər bu təkrarlanan bir hal olursa, deyirik ki, deyəsən kifayət qədər vaxtımız olmur refinement meetingdə bu storyləri başa düşməyə. Bəlkə biz bunu elə əvvəlcədən özümüz üçün bir nəzərdən keçirək, sonra mitinq zamanı daha rahat olsun. Çünki müəyyən ssenariləri biz qaçırtmışıq və biz bunu qaçırtmasaydıq daha yaxşı olardı. Və əlbəttə biz nəyi təklif ediriksə, düzəltmək üçün bir həll yolu, yəni həmin o neqativ məqamları düzəltmək üçün həll yolu, bu gedir üçüncü sütuna və bu action item kimidir. Yəni biz bunu eləsək daha yaxşı na nəticələr əldə edə bilərik. Bu da action item üçüncü sütun üçündür. Adətən o action itemlar sizin indiki, yəni hal-hazırki sprintinizdə baş verməyə çalışır ki, növbəti sprintdə artıq geri dönüş daha müsbət olsun. Ümumi proses bu cür olur və bütün komanda üzvləri qoşulduqdan sonra Product Owner, Project Manager xəbər edir ki, hə, 5 dəqiqə sizə vaxt verirəm, öz fikirlərinizi yazın, daxil edin. 5 dəqiqə tamamında mikrofonu açıb yenə deyir ki, vaxt bitdi. Sonra hamının yazdığını bir-bir oxuyur və anlaşılmamazlıq olmasın deyə yazan adama şərait yaradır ki, daha dəqiq və düzgün öz fikrini söyləyərək ifadə etsin. Çünki ola bilər ki, biz nə isə yazaq, tam da aydın yazmıyor, amma həm də 5 dəqiqə vaxtımız vardı, ola bilər çatdırmıyor. Amma bir dənə qısa bir izah kimi yazmışıq və onu daha dərindən detallı danışıb izah edirik. Və sonra hamının yazdığı, yəni bu normalda guya ki anonim yazılır, amma əslində yəni görsənir də nə yazılıb. Anonim də öncə çalışırlar ona görə eləməyə ki, biz bir-birimizdən kopyalamayaq, ya hə o yazdı da mən yazmayım. Görək ki, hə bu həqiqətən də bir neçə adam üçün problem kimi görsənir. Və yəni yazdıqdan sonra, vaxt bitdikdən sonra bir-bir oxuyuruq, şərh edirik, action itemları yazırıq. Adətən nə edirik biz? Elə bilin ki,
Aha, pozitiv və neqativ məqamları yazırıq. Sonra o 5 dəqiqədən sonra biz artıq mikrofonu açıb müzakirə edəndə action itemlar yazılır. Action itemları Product Owner, Project Manager özü üçün qeydlər kimi götürür ki, çünki o proyekti idarə edir də. Yəni ona lazımdır bilmək ki, bu bizim 40 story point-ə nail olmağa nə problemlər yaranıb ki, mən bunu elədim ki, gələn dəfə biz bunu bitirə bilək və ya hətta artığını götürə bilək. Daha effektiv və produktiv ola bilək. Məncə elə məqalə əslində burada bitir. Mən də elə burada sizinlə sağollaşmaq istəyərəm. Çünki artıq 1 saatdan çox vaxtımızı aldı. Bunu danışmaq, yazmaq və yəni ki, hələ yerləşdirməkdə. Ona görə bura qədər gəlib dinlədinizsə, mütləq şərh hissəsində yazın ki, bilim ki, bizi axıra qədər dinləyən kimsə var və əlavə olaraq sizin geri dönüşləri eşitmək çox xoş olar. Uzun müddətdir vaxtım yoxdur və ona görə mənim üçün sizin geri dönüşlər çox önəmlidir. Çünki bu vaxtı ayırıb danışdıqdan sonra sizin fikirləri öyrənəndə bir növ kommunikasiya alınır. Təkcə mənim monoloqum olmur. Bizə dəstək olmaq istəyənlər xatırladıram, Coffee platformasından bizə dəstək ola bilər. Sonra bizim kurslarımızı əldə edərək bizə dəstək ola bilər və ya şərh yazaraq, fikir bildirərək, like edərək, bizi paylaşaraq, bizi oxuyaraq, bunlar hamısı bizim üçün dəstəkdir. Ayçin Qaqaş artıq neçə ildir yaşayır və ümid edirəm yaşayacaq. Sağ olun ki, siz varsınız. Gələn podkastlarda görüşənədək. Bu podkastın növbəti yazıları daha yəqin ki, qısa olacaq və böyük ehtimal ki, sizin suallarınızın əsasən qurulacaq. Əgər heç bir sual olmasa, ola bilər podkastın yeganə yazısı elə təkcə bu yazı olsun. Hər halda sağ olun. Uğurlar olsun.